Salam, kimyəvi təriflər üzrə hesablamalar. Birinci sualın izahına baxaq. 2 mol sink sulfiddən neçə litr SO2 almaq olar? Baxın, sink yazdım və buradan SO2 almaq istəyirəm. Birbaşa bu şəkildə yaza bilərik. Baxıram ki, kükürdün sayı solda 1, sağda da 1. Heç nə yazmıram. 2 mol verildi. Aşağıya nə düşməlidir? 1 mol. Neçə litr SO2 alınır? Bilmirəm x litr. Normal şərait verdiyinə görə bu hissəyə 22,4 düşəcək. Tənasibi qurduq. X hesablayanda 44,8 etdi. Sonra eyni qayda ilə ikini özünüz işləyəcəksiniz. Dəmir kükürdlə reaksiyaya girir və dəmir 2 sulfid alındı. Sonra reaksiyaya daxil olan dəmir atomlarının sayını soruşur. Baxın, reaksiyadan alınan dəmir 2 sulfidin kütləsi 132 qramdır. Aşağıya nə düşməlidir? Onun molyar kütləsi. Yəni 88. Mənə də deyir ki, reaksiyaya daxil olan dəmir atomlarının sayını. Bilmirəm nə qədər daxil olub. Aşağıya nə düşməlidir? 6,2 vurulsun 10 üstü 23. Buradan da x-i tapanda 132 ilə 88, 44-ə ixtisar getsə bura 3, bura 2 düşər. X də olar 3 vur 6,2 vurulsun 10 üstü 23 böl 2. Burada da 3,1 olar 6,2-ni 2-yə bölsəm. 3-ü 3,1-ə vuranda 9,3 vur 10 üstü 23. Doğru cavabımız harda oldu? E bəndində. Növbəti suala baxırıq. Deyir, dəmir 2O3, üzərinə gəlmişik karbon monoksid. Neçə dəmir atomu reduksiya olunur? Baxın, buradan dəmir çıxdı, bir də CO2 alındı. 1, 3 vermişdi. Burada dəmirimizin sayı 2, karbonumuzun sayı 3 olmalıydı. Və oksigen sayılarımız da bərabərdir. 3 burada, 3 vur 1, 3 cəm oldu 6 oksigen. Sağda da 3 vur 2, 6 oksigenimiz var. Baxaq, deyir ki, bircə dəqiqə. Deyir ki, neçə dəmir atomu reduksiya olunur? Baxın, 2. 2 vurulsun Na yazsam, yəni 2 vur 6,2 vurulsun 10 üstü 23. Bu da nə qədər elədi? 12,4 vur 10 üstü 23. Baxıram ki, belə bir cavab yoxdur. Ona görə bu hissəni 1,204-ə çeviririm. Onu çevirmək üçün də nə edirəm? Sürət və məxrəci 10-a vurmalıyım. Elə bir 10-da 10-a vururam. Olsa bu ixtisar gedəndə 1 eləyir də. Heç nə dəyişmir daha. 10-a vuranda məxrəcdə mənim 100-üm var idi. Baxın, 0-ın biri gəldi ora. Burada mində 204 əmələ gətirdi. Buradakı 10 da gəlir, baxın, 10 üstü 24'ü verir bizə. Doğru cavabımız nə oldu? Y bəndi. Sonra 5-ci sualda burada bizə deyir ki, hidrogen molekulu verilib 1,505 vurulsun 10 üstü 23 sayda və xlor verilib 17,75 qramdır. Üzərlərinə yazıram nə verilibsə. Burada da 17,75 alındı H olur. 2 düşür ki, sağdakı atomların sayı bərabər olsun. Burada 6,2 vurulsun 10 üstü 23 yazırıq. Bu hissədə isə xlor 2 daxil 35,5-i 2-yə vuranda 71 oldu. İndi baxın, bizdə 2 dənə rəqəm var. Həm hidrogenə aid olan, həm xlora aid olan. Nəyi soruşur? Deyir, neçə litr hidrogen xlorda alınıb? Bilmirəm neçə litr alınıb. Litr də deyəndə normal şəraitdirsə aşağıya 22,4 yazmalıyam və əmsal da 2-də 2-yə vurmalıyım. Yaxşı, mən bunu hansı tənasüblə gedim? Belə qurum tənasübümü, yoxsa belə qurum? Baxın, burada hesablayanda artıq qalıb, sərf olunub tamamilə neyniyirdik? Deyirdik ki, 1,505 vurulsun 10 üstü 23'ü bölək 6,2 vurulsun 10 üstü 23'ü. Burada da 17,75'i bölək 71'ə. Bunları hər birində böldüyümüz zaman görürük ki, eyni cavab alınır. Əgər hər ikisində eyni cavab alınıbsa, istənilən biri ilə biz reaksiyamızın tənasübünü qura bilərik. Yox, əgər birində kiçik, birində böyük cavab almış olsaydı, hansında kiçik cavab almışamsa, ona uyğun qurmalıydım tənasübümü. İndi ikisində də mən hesablamışam eyni cavab alındığına görə, baxın, mən xlora uyğun quracam tənasübümü bu şəkildə. Yəni 17,75'ə düşəcək V litr, 71'ə isə düşdü 2 vur 22,4.
Buradan V-ni hesaplamalıyıq. V-ni hesaplayanda baxın burada 17,75 ilə 71 yazılır. Bu hissələri gəlin yazaq. 17,75 vur 22,4 vur 2 böl 71. Burada cevabı aldıq 11,2. Sonra 6-cı suala baxırıq. Deyir, hansı halda reaksiyaya daxil olan maddələrin həcminin normal şəraitə nisbəti 1/3 kimidir. Burada demək ki, biz qaz olan maddələri seçməliyik. 1/3 nisbəti də qaz, hər ikisi qaz olmalıdır və 1/3 nisbəti burada nə olur? Baxın, elə Y bəndində. Azot da qazdır, hidrogen də qazdır. Bu 1-dir, bu isə 3-dür. Sonra 7-ci suala baxırıq. Deyir, karbondan 0,5 mol karbondan maksimum neçə litr CO2 alınır? Karbondan baxaq görək nə qədər karbon qazı alınacaq. 0,5 moldan bilmirəm neçə litr alınır. Amma 1 moldan normal şərait dediyinə görə bura 23,4 düşəcək. Demək, 1, 23,4-də V-də nə olacaq? 0,5 uyğun gəlir. Onun yarısı olacaq 11,2. Sonra kükürdlə reaksiyaya 96 qram oksigen daxil olmuşsa, neçə mol SO2 əmələ gəlir? Kükürd, üstəgəl oksigen. Alındı SO2. Baxın burada 96 qram deyir oksigen daxil olub. Aşağıya 32 düşür. Buradan da neçə mol deyir? X mol. Reaksiya tənliyin bərabərdir. Onsuz da solda sağda atomlar sayı eynidir. Burada da 1 mol düşür. 96'ya x 32'ye 1. X də buradan hesabladığımız zaman 96 böl 32 3 taparıq cevabı. 16 qram hidrogen yananda neçə mol H2 alınır? Burada da artıq özünüz işləyirsiniz. Buradakı kimi də ancaq H2 üstəgəl O2 alındı H2. Orada reaksiya tənliyini bərabərləşdirmək lazımdır. 10-cu sualı mən izah edirəm, 11-ci sualı özünüz yazarsınız. Baxın, reaksiya məhsulunun çıxımı 50%-dir. 4 mol azotdan neçə mol amonyak alınır deyir. Burada nə edirik? Demək, biz azotun başlanğıcını bilirik ki 4 moldur, düzdürmü? 50% çıxım o deməkdir ki, yəni bu 4 molun 50%-i reaksiyaya daxil olub. 4-ün 50-sini tapanda %50-yə vururam da belə deyək. Nə elədi? 2-də 1, 4-də 2-də 1 vuranda 2 elədi. Birbaşa elədi. 4-ün yarısı bərabərdə 2 kimi götürə bilərik də. Buradan demək ki, mənim reaksiyamda 2 mol azotum reaksiyaya girdi. Deyir, neçə mol amonyak alınır? Bilmirəm. 1 mol, 1 mola da uyğun gələcək. Normalda 1 mol olmalıdır. Qarşıda 2 var deyə, misal 2-yə vurduq. X də tapdıq nə qədər? 4. Demək ki, B bəndi olacaq doğru cavab. Və yaxud da gəlin 11-ə baxaq. Baxın, burada 9 mol hidrogen verilib. Neçə mol deyir amonyak almaq olar? Çıxımda 50%-dir. Demək 9 molun 50%-i reaksiyaya girib. Bunun da 50%-i nə deməkdir? Yarısı. Yəni 4,5. 4,5 yazıram hidrogenin üzərinə. Aşağısına düşür 3 mol. Neçə mol deyir amonyak alınır? Bilmirəm. Aşağıya 2 düşür. Tənasübüm oldu 4,5-ə x 3-ə 2. 4,5-i 2-yə vursam 9. 9-u 3-ə bölsəm 3 alarım cavabı. A bəndi. Sonra burada nə deyir? Normal şəraitdə 44,8 litr CO və 2 mol oksigen qapalı qabda qarşılıqlı təsirindən sonra qabda olan ümumi molekulların sayını tapın. Buradan nə alınır? CO2 alınır. Gəlin baxaq. Demək, əvvəl bizə 44,8 litr CO verilib. Bunu mola çevirsək nə olacaq? Növ bərabərdir V böl Vm düsturundan istifadə edib 44,8-i normal şərait dediyinə görə 22,4-ə bölsəm Vm-in yerinə yazsam, yəni bunu olacaq 2 mol. Demək 2 mol CO verilib, 2 mol da oksigen verilib. Reaksiya tənliyimizi bərabərləşdirsək, bura 2 düşər, bura 2 düşər. İndi gətirib aşağıya mola çevirmişəm. Mol yazsam 1 mol olmalı idi. Qarşıdakı əmsala vuranda 2. Burada da elə 1 mol kimi qalır. Fikir verin, hansının tamamilə sərf olunduğuna baxaq. Burada 2-ni 2-yə bölürəm, elədi 1. Burada isə 2-ni 1-ə bölürəm, 2. Demək ki, kiçik cavab harda alındı? CO-da. Bu tamamilə sərf olunub. Oksigendən isə artıq qalıb. Gəlin hesablayaq görək nə qədər CO2 alındı. 2-yə 2 mol reaksiyaya daxil olan CO, bilmirəm nə qədər CO2 əmələ gəlib. Burada da 2 uyğun gəldi, 2. Baxın, 2-lər ixtisar gedəndə 2 mol CO2 tapdım. Yəni, reaksiyadan sonra qapalı qab verilib baxın. Buradan qaz çıxsa da ayrılmır qabdan. Qabın içərisində qalıb. 2 mol CO2 alınıb. Və gəlin indi hesablayaq görək bizim oksigenimiz nə qədər sərf olunmuşdur. Biz bilirik, bəli, bu oksigenimiz 2 idi.
Bəs yaxşı, nə qədər sərf olundu? 2 CO sərf olunanda bilmirəm nə qədər oksigen sərf olunub. Burada da 2-yə 1 uyğun gəldi. Demək biz buradan tapdıq ki, x-imiz nəyə bərabərdir? 1-ə. 2 mol oksigenimiz var idi. Onun biri reaksiya zamanı sərf olundu. Qaldı 1 mol artıq oksigenimiz. Reaksiyadan sonra qabda həm yeni alınan 2 mol CO2'miz var, həm də 1 mol oksigenimiz var. Ümumilikdə nə qədər oldu bizim? 3 mol maddəmiz oldu, düzdürmü? Bizdən də ümumi molekulların sayını soruşanda 3'ü vurmalıyam enaya. Yəni 3'ü vururam, 6 tam %2 vurulsun 10 üstü 23'e. Buradan da nə olur? 18 tam %6 vur 10 üstü 23. Belə bir cavab da yoxdur. Ona görə biz nə edirik? Sürət və məxrəci ona vurarıq. Ona vurduğumuz zaman artıq bu çevriləcək 1,806-ya. Bu isə də 10 üstü 24-ə çevrilər. Doğru cavabımız olar A bəndində. Keçirik 13-cü suala. Magnezium karbonat parçalandıqda alındı magnezium oksid, bir də CO2. Baxın, bu 126 qramdır. Reaksiya tənliyində bərabərdir. Soldakı atomların sayı sağdakına bərabərdir deyə heç nə yazmadım əmsallara. Neçə mol magnezium oksid alınır? Bilmirəm. Bura nə düşməlidir? Qram. Axı özü verib 84. Mol da dedikdə 1 mol düşməlidir. Qarşıda əmsal yoxdur ki, nəzər alın. X-i tapanda nə oldu? 126 böl 84. Bunları da 42'ye bölsəm, bura 3 düşər, bura 2 düşər. 2'də 3 oldu, 1,5. Demək ki, C bəndi. 14-cü sual oxşardır, bunu siz yazacaqsınız. 15-ci sual əvvəldə yazdığımız kükürddən SO2'nin alınma reaksiyasına bənzəyir, bunu özünüz yazacaqsınız. 16-nı mən deyirəm. Baxın, 6 mol CO verilib və oksigenlə reaksiyaya girib, alındı CO2. Reaksiya tənliyimizi bərabərləşdiririk. Bura 2, bura 2 düşür. İndi gəlin yazaq. Başlanğıc, sərf, son. Mənim başlanğıcda belə də yazım. CO yazım, O2 yazım. Baxın. Demək, başlanğıcda CO-mu nə qədər vermişdi? 6 litr yazıram. Oksigeni nə qədər vermişdi? 3 litr. Və buradan da CO2'ni yazaq. CO2'nin də sonunda nə qədər alınıb? 4. Baxın, biz əvvəldə verilənləri bilirik. Amma reaksiya zamanı CO və oksigenin nə qədər sərf elədiyini bilmirik. Tapmalıyıq ki, CO və O2'dən nə qədər artıq qaldığını müəyyən edək. Buna görə məhsulun qiymətindən, yəni CO2'nin litrindən, 4 litrdən istifadə edib tapıram görüm. CO nə qədər sərf olundu? X. Həcm dediyinə görə aşağıya 22,4 düşməliyiksə, məsələn normal şəraitdəsə, onsuz ixtisar gedəcək. Ona görə biz nə edirik? Elə birbaşa bura 2 kimi yaza bilərəm. Yəni mollar kimi yaza bilərəm. Buradan da x-i hesablayanda nə olacaq? X oldu 4. Demək ki, CO-muz nə qədər sərf olundu? 4. Bəs oksigenimiz nə qədər sərf olundu? İndi gedək oksigen tapaq. Üzərinə bir Y yazıram. Y-ə 4, 1-ə 2. Y-ə də tapdım ki, 2 sərf olundu. Demək, 3 idi, 2 sərf olundu. Gəlib indi baxaq. Baxın, burada əvvəl 4 idi CO. Daha doğrusu 6 idi. 4'ü sərf olundu. Nə qədər qaldı? 6 çıx 4, 2. Oksigen nə qədər idi? 3 idi. 2'si sərf olundu, qaldı 1. Demək cavabımız olacaq 2, 1. O da A bəndindədir. Növbəti suala baxaq. Deyir ki, magnezium karbonat tuzunun 10 qramının termik parçalanmasında 2,24 litr CO2 alınıb. Magnezium karbonat. Üzrlü say metal karbonatdır burada. Metal karbonat parçalandı. Metal oksidi və CO2. Deyir bu 10 qramdır. 2,24 litr CO2 alınıb normal şəraitdə. Demək ki, aşağıya 23,4 düşməlidir. Burada isə molyar kütlə düşməlidir və mən molyar kütləni tapmalıyam ki, metalın nisbi atom kütləsini hesablaya bilim. Metalın nisbi atom kütləsini bilmirəm nə qədərdir. X üstə gəl 12, üstə gəl 3 vur 16, 48. Bu hissəm nə oldu? X üstə gəl 60. Demək, mənim tənasübüm belə olacaq. 10'a 2,24, x üstə gəl 60'a da 22,4. Buradan x üstə gəl 60'ın bərabərdir. Bu hissəni 100'ə vursam, bu hissəni də 100'ə vursam, burada bir 10 əlavə eləmiş olarım. 224'lərim ixtisar gedər. 10'u 10'a vuranda tapdıq 100. İkisimiz də bərabər olar. 100'dən 60 çıxanda 40'a. Doğru cavabımız nə oldu? B bəndi. Keçirik növbəti suala.
Deyir 2 valentli metalın karbonat tuzu. Mən bilmirəm bu hansı metaldır. Karbonat tuzu H2 karbonoid şəklində yazılır. Karbonat tuzu deyəndə CO3-ü gətirib bura əlavə edirəm. Baxın, o 2 hidrogen itirdiyinə görə bu hissəni 2 valentli götürürəm. X-im də 2 valentli idi. İxtisar getdi, heç nə düşmədi. Demək, formulumuz necə oldu? X karbonoid şəklində. Deyir ki, karbonat tuzunun 9,85 qramının termiki parçalanmasından 1,12 litr karbon dioksid alınıb. Metalın nisbi atom kütləsini müəyyənləşdirin. Buradan alınır XO və CO2. 1,12 litr karbon dioksid normal şərait dediyinə görə bura 22,4 düşməlidir və qramın aşağısına molyar kütlə yazmalıyıq. X üstə gəl, karbon 12, oksigen 3 vur 16, elədi 48, 12 üstə gəl 48, 60. İndi hesablayaq. Yəni, tənasümüzü qurduq bu şəkildə. X üstə gəl 60-ımız bərabərdir. 9,85 vur 22,4 böl 1,12. Burada, baxın, yüzünü aşağı düşürsəm, yəni sürət və məxrəci 100-ə vursam, bunlar ixtisar gedir deyəndə vergülü atıram, yəni. Bu hissəni də 10-a vursam, məxrəci də 10-a vurmalıyım. Elə bir sürəti və məxrəci 1000-ə vursam, vergüllərdən azad eləmiş olaram. Sonra 224 ilə 112 ixtisar getdi, burada 2 qaldı. 985 beləyib, 2 ilə də 10-u ixtisar aparaq, 5 qalsın. 985-i də 5-ə bölək. 9-un içində 5 bir dəfə, 48-in içində 9 dəfə, 35-in içində 7 dəfə. X üstə gəl 60-ın bərabər olacaq 197-yə. X-i də buradan tapırıq. 197 çıx 60. Oldu 137. Bu da hardadır? Bir dəqiqə. Hədə deyib bəndində gördük. Burada sonra metal karbonoiddən metal oksidi alınıb. Eyni yoldur. Baxın, metal karbonoid yazdıq. Alındı metal oksidi, bir də karbon qazı. 78,8 verildi. Bilmirəm molyar kütlə nə qədərdir. X üstə gəl 60 yazıram. Metal oksidi 61,2-dir. Bura düşdü. X üstə gəl 16. Sonra tənasümümüzü qurub işləyirik. Və yaxud da ki, 78,8-in 61,2-si əgər metal oksidin payına düşübsə, 78,8-dən 61,2-ni çıxanda buradan taparıq 17,6 CO2-nin payına düşüb. Onda CO2-nin miqdarı 17,6-dırsa, aşağıya düşəcək qramı 44. Tənasümümüzü bu şəkildə də qura bilərik. X-i tapmaq istəyirik. Baxın, belə. Və yaxud da ki, belə. İstədiyiniz tənasübü qura bilərsiniz. Onda gəlin hesablayaq. 78,8-ə 17,6 uyğun gəldi. X üstə gəl 60-a da 44. Burada 10-a vursaq, buranı da 10-a vursaq, vergüllərdən azad edirik. 176 ilə 44 ixtisar getdi, bura 4 düşdü. Demək, x üstə gəl 60-ın bərabərdir. 788 böl 4. 7-nin içində 4 bir dəfə, 38-in içində 9 dəfə, 27-nin içində 28-in içində də 4 7 dəfə. Buradan x-i tapanda məndən nəyi soruşurmuş? Qazın həcmini soruşurmuş. Buradan x-i tapaq, molyar kütləsini. Bu da 137 elədi. Amma məndən qazın həcmini soruşurmuş. Elə qaz nədir? Baxın, CO2-dir, düzdürmü? Bu CO2-ni çəkirəm kənara. 17,6 qramdır. O neçə litrdir bilmirəm. 44 qramı isə normal şərait verir. Baxın, 22,4 litrdir. V-ni tapanda nə oldu? 17,6 vur 22,4 böl 44. Vergüllərdən azad eləmək üçün aşağıya 100 yazıram. 176 ilə 44 ixtisar getdi, 4 düşdü. 4-ü 224-ə vuranda 896. 100-ə də böləndə V-ni tapdıq. 8,96. Sürü sayın. Yenə diqqətsizlik elədim. Həcmi soruşurdu. Mən gedib X-in nisbi atom kütləsini hesablayırdım. 20-ci sualda 10 qram üzvü maddə yandırıldıqda buradan 11,2 litr karbon qazı alınıb. Bu birləşmədə karbonun kütlə payını tapın. Baxın, CO2-ni almaq üçün biz karbonu yandırmalıyıq. Karbondan CO2 alındı.
Əvvəl 10 qram üzvü maddəm var idi. Amma bilmirəm ki, nə qədər karbondur. Alınan maddəyə əsasən, yəni 11,2 CO2-yə əsasən tapa bilərəm ki, görüm x, yəni karbon neçə qramdır? X qram. Bura normal şərait dediyinə görə 22,4 düşdü. Qramın da aşağısına nisbi atom kütləsi və ya da ki, molekyar kütlə düşməlidir. Burada da karbon yazdığıma görə 12 yazdıq. X-i hesablayanda nə olacaq? 11,2 ilə 22,4 ixtisar getdi 2. 2x-i 12-yə bərabərləyəndə 12/2 6 oldu x. Demək ki, bizim 10 qram üzvü maddəmizin tərkibində 6 qram karbon var. Onda nə edirik? Əgər 10 qram üzvü maddəm 100%dirsə, bəs 6 qram neçə faizdir? A faiz. A-nı da buradan tapanda olacaq 60. Və yaxud da ki, 6-nı ümumi 10-a bölüb vururam 100-ə. Baxın, onsuz da eyni yoldur. Burada tənasüb qrup gəlib bu hesablamanı alıram. Və o da ki, əlavə olaraq hansının kütlə payını soruşursa, onu ümumiyə bölüb 100-ə vurmalıyım. Burada da oldu 60. Sonra 21-ci sual. Bir dəqiqə, bunun yarısı buradadır, yarısı buradadır. Gəlin onu da belə eləyək. 22-ni mən izah eləyim. 21-i sözünüz yazarsınız. Nə verilib? 80 litr Y və 20 litr X qazları qarışdırılır. Bu qazlar aşağıdakı kimi reaksiyaya daxil olur. Hansı ifadə doğru deyil? Demək, X üstəgəl Y alındı Z. Bura 3, bura 2 düşdü. 20 verdi X-i. 80 də verib Y. Baxın, burada 1-in 3-ə nisbətdir, düzdürmü? Onda gəlin, baxaq görək. Buradan, baxın, 1-dir burada, belə yazaq. Yaxşılardan tapdığımızda deyim. Burada da 3-dür. Biz nə etməliydik həcmlər deyəndə? Əgər normal şərait olsaydı 22,4 yazardım. Amma dedim ki, əgər verilməyibsə, elə nisbət şəklində yaza bilərəm. Molların kimi yaza bilərəm daha doğrusu. 1, 3. Burada 20-ni 1-ə bölürəm. Burada 83-ə bölürəm. Hansında daha kiçik cavab aldım? 83-ə böləndə 20-dən böyük cavab alacağım. Demək ki, ən kiçik olanım nədir? Elə bu 20-ymiş. Nə deməkdir? X-in tamamilə sərf olundu. X tamamilə sərf olundu. Demək, mənim Y-imdən artıq qalıb. 20 X sərf olunanda nə qədər Y sərf olunub? Bilmirəm. Bir A yazaq. 1-ə də 3 sərf olunub. Buradan A-nı biz taparıq 60. 60 oldu. Demək 80 litr Y var idi. Onun 60-ı xərcləndi, istifadə olundu. Qaldı 20-si. İndi baxaq. Y deyir tamamilə reaksiyaya daxil olur. Axı Y tamamilə reaksiyaya daxil olmadı. Xeyr. 20 artıq qaldı. Elə burada doğru cavabımız A imiş. Deyir 60 litr Y reaksiyaya daxil olur. Bəli, biz tapdıq ki, 60 litr Y reaksiyaya daxil oldu. 20 litr Y artıq qalır. Bəli, 20-nin artıq qaldığını gördük. Ümumilikdə 80 litr qaz reaksiyaya daxil oldu. Bəli, 80 litr qaz reaksiyaya daxil oldu. 20 litr X, 60 litr Y. Cəm oldu 80. Sonra doğru 40 litr Z təmələ gəlir. Gəlin tapaq. Burada əgər bizim X-imiz tamamilə sərf olunmuşdursa, 20-yə bilmirəm nə qədər uyğun gəldi. 1-ə də 2 uyğun gəldi. Buradan da tənasüb 20-yə V 1-ə 2 olanda V-ni nə tapdıq? 40. Həqiqətən gördük ki, 40 litr də Z təmələ gəlib. 23-cü sualı mən izah edəcəm. 24-də özünüz yazacaqsınız. Bir həcm XM ilə 3 həcm YN qazları tamamilə reaksiyaya daxil olub. 2 həcm X, Y üç əmələ gəlib. Deyir, M və N-i tapın. Burada soldakı atomların sayı sağdakına bərabər olmalıdır. 1-i daha burada. 1-i M-ə vururam. Nəyə bərabər olmalıdır? Sağda X indeksində 1 var. Sağda X sayı 2 vur 1, 2-yə bərabərdir. Buradan M-i tapanda nə oldu? 2. Solda 3 vur N sayda Y var. Sağda isə 2 vur 3, yəni 6-dır. N də buradan tapanda nə oldu? 2. M2, N2, o da oldu. D bəndində öz əksini tapdı. 24 oxşardı, özünüz yazırsınız. 25-i mən izah edirəm. 26-ını özünüz yazacaqsınız. X, Y3 və 0,5 X 1,5 Y3 alındı parçalanmasından. Qapalı qabda deyil, 1 mol X, Y3 qazı yuxarıdakı tənlik üzrə parçalanır. X, Y3-ün 10%-nin parçalandığı an üçün hansı ifadə doğrudur? Buradan yazaq. X, Y3 parçalandı. 0,5 mol X2, 1,5 də Y2 alındı. İndi deyək, bu 1 mol idi. Onun 10% parçalanıb. 1-in 10% nə deməkdir? 1-i vururam 100-də 10-a. O da oldu nə qədər? 0,1. Demək 0,1-i parçalanıb. İndi deyək 0,9 mol X, Y3 parçalanmamışdır. Düz deyir. Əgər 1-in 10% parçalanıbsa, o da elədir 0,1.
1-dən də 0.1 çıxanda qaldı 0.9-u parçalanmamış. Bu düzdür. Sonra deyir, qabdakı təzyiq azalmışdır. Burada baxıram ki, 1 moldur, burada isə 2 moldur. Xeyr, bu səhvdir. Təzyiq dəyişməmişdir. Bu da səhvdir. 1-dən 2-yə getdi, artdı. Qabdakı qaz qarışığının mol miqdarı dəyişməmişdir. Xeyr, dəyişir. Sonra 0.1 mol x2 əmələ gəlmişdir. Hesablayaq görək nə qədər x2 əmələ gəlib. A qədər. 0.1 A. 1-ə də 0.5 yoğun gəldi. A-nı biz 0.1 mol tapmırıq. 0.5 tapırıq. Bu da yanlışdır. 26-nı özünüz işləyəcəksiniz. 27-yə baxaq, 28-i özünüz işləyəcəksiniz. Demək, x, y2 verilib. Üzərinə y2 gəldik. Alındı 2, x, y3. Baxın, deyir, eyni həzmdə götürmüş. Bunu da V həzm götürürüm, bunu da V həzm götürürüm. Həzm deyəndə dedim ki, neyini bilərik? Burada hər ikisində mollar kimi yaza bilərik. 2, 1 qarşıya düşən rəqəmlər nəzərə alıram da. 1 mol düşməli, amma qarşıda 2 var. 2 yazdım, burada da 1 yazdım. İndi bayaqki qayda ilə V-ni 2-yə böldüm, V-ni 1-ə böldüm. Əlbəttə ki, V-ni 2-yə böləndə daha kiçik cavab alacam. Demək, mənim x, y2-m tamamilə sərf olundu. İndi baxım görüm, mənim y2-m nə qədər sərf olunub? Baxın, bu V idi əvvəl. Baxım görüm, V-yə uyğun nə qədər sərf olundu? A qədər, 2-yə də 1. A-nı buradan hesablayıram. 2-də 1 V, yəni 0.5 V tapıram. Reaksiyadan sonra mənim y2-m baxın V idi. 0.5 V sərf olandan sonra 0.5 V artıq qaldı. Y2. Baxım görüm, sonda nə qədər x, y3 almışam? B qədər. 2-yə də 2 yoğun gəldi. Buradan B-ni nə tapdım? V. Demək, V qədər də x, y3 almışam. İndi mənə deyir ki, x3, x-y3, x-y2-yə bərabərdir. Xeyr. Sonra maddə bizə deyir ki, mol miqdarları hansı halda doğru verilmişdir. Mən baxıram ki, reaksiyadan sonra deyir. Baxın, reaksiyadan sonra. Burada x, y3-ü deyə bilərsiniz ki, x, y2-yə bərabərdir. V ilə V tapdıq. Axı, bizə reaksiyadan sonra deyir. Reaksiyadan sonra x, y2-miz yoxdur. Bu sıfırdır. Hamısını sərf eləmişdir. Ona görə götürmədik. X, y3, y2-dən böyükdür. X, y3-ü V tapdıq. X, y2-ni isə 0.5 V tapdıq. Bəli, bu doğrudur. V 0.5 V-dən böyükdür. 28-i özünüz işləyəcəksiniz. 29-a baxaq. 10,8 qram 3 valentli metalın xlorid turşusu ilə reaksiyasından alındı x xlor 3 və H2. Reaksiya tənliyimizi bərabərləşdirirsək, sağda xlor 3, hidrogen 2, ətraf tapırıq 6, gətirib H xlorun qarşısına yazırıq. Burada 2-yə vursam, hidrogeni 3-ə vursam, bərabərləşər. Yəni mollarını bu şəkildə yazsam, x-in sayı sağda 2 olduğuna görə solda da 2 yazıram. Deyir 10,8 qram 3 valentli metal. Və buradan alındı 13,44 litr hidrogen. Metalın nisbi atom kütləsini soruşur. Bura bilmirəm nə düşür. 2 vurulsun. X-in nisbi atom kütləsi, yəni x yazdıq. Bu hissəyə düşür. Normal şərait dediyinə görə 3 vurulsun. 23,4. X-i tapanda nə olacaq? X-imiz bərabər olacaq. Tənasübü bu şəkildə qurduq. 3 vur 22,4 vur 10,8 böl 2 vur 13,44. Gəlin bu yuxarını da aşağını da 100-ə vuraq ki, vergüllərdən azad edək. Demək 3-ü 224-ə vuranda elədi 672. Bu 672 ilə 1344 yazsargəsə bura bir 2 düşər. Yuxarıda da 108 var idi. Böldük 4-ə 27 olar. Bu da oldu C bəndi. Sonra növbəti sual. 30-u mən izah edirəm, 31-i özünüz yazacaqsınız. Eyni kütlədə götürülmüş CO və O2 qazları reaksiyaya girdikdə qazlardan birindən 12 qram artıq qalarsa. Buradan CO2 alındı, qarşıya 2 düşdü, 2 düşdü. Baxın, eyni kütlədə M-dir, bu da M-dir. Qram dediyinə görə bura düşməlidir molyar kütlə, yəni 28. Qarşıdakı əmsalı da vururam. 2 vur 28 oldu 56. Birbaşa belə 56 yazım. Burada da 32 düşməlidir. İndi biz baxaq görək bunlardan hansı tamamilə sərf olundu. M-i 56-ya bölürəm, M-i 32-yə bölürəm. Əlbəttə ki, M-lər sürətdədir, ikisində də eynidir. Məxrəc hansında böyükdürsə, oradan kiçik cavab alacam. Demək, mənim CO-m tamamilə sərf olundu, oksigenim isə artıq qaldı. Mənə də deyir ki, qazlardan biri 12 qram artıq qalıb.
Onda oksigenim artıq qalıb. Əvvəl nə qədər idi M? 12-si artıq qaldı. Demək nə qədər sərf elədik? M çıxılsın 12 qədər. Bunu belə başa düşək. Tutaq ki, mənim 100 manat pulum var. Mən mağazadan çıxanda qaldı 40 manat pulum. Bu baxın, başlanğıcda olan idi, bu da sonunda qalan idi. Mən xərclədiyimi necə tapırdım? 100 manatım var idi, 40 manatım qalıbsa, demək 100-dən 40-ı çıxıram, 60 manat xərcləmişəm. Burada da M-dən 12-ni çıxıram, sərf etdiyini tapıram. Onda tənasübüm bu şəkildə olur. M çıxılsın 12, 56-ya da 32. Buradan bizdən artıq qalan deyirdi, dəm qazıdır. Xeyr, artıq qalan oksigen olmuşdu, bunu çıxdıq. 1 mol CO2 əmələ gəlir, hələlik bunu tapa bilmirəm. Ona görə gəlin M-i tapaq buradan tənasübdən. Bir dəqiqə. M çıxılsın 12 uyğun gəldi. Bu 56 ilə də 32-ni 2-yə ixtisar aparsam 28, 16. 4-ə də ixtisar apara bilərəm. 7. Burada da qaldı 4. Ümumiyyətlə 56-nı və 32-ni 8-ə bölüb də tapa bilərdim də. Bu şəkildə sadələşdirdim. 4 vurulsun M-im. Bərabərdir. 7 vurulsun M çıxılsın 12. O da oldu 7M çıx 84. 84'ü sola keçirsək. 4M'i sağa keçirsək. M-i buradan hesablasaq. 2 dəfə 24-ün də içində 3, 8 dəfə. M-i 28 taparıq. Bizə deyir, oksigenin başlanğıc kütləsi 28 qramdır. Bəli, biz tapdıq ki, M-imiz 28-dir. Demək, biz burada CO-nu da əvvəl 28 götürmüşdük, oksigeni də əvvəl 28 götürmüşdük. Demək, oksigenin başlanğıc miqdarı 28-dir, düzdür. İndi mənə nə deyir? Deyir ki, 1 mol CO2 əmələ gəlir. Artıq biz burada tapmışıq. CO üstəgəl O2 alındı, CO2. Bax, bura 2 düşdü, bura 2 düşdü. 28 tapdıq, tamamilə sərf olunmuşdur. Görək, neçə mol CO2 əmələ gəlir? X mol. Burada 2 vurulsun 28'ə uyğun gələcək 2 mol. Molunu soruşur da. 28'lərim ixtisar getdi. 2x'in bərabərdir 2-yə. X də bərabərdir 1-ə. Həqiqətən 1 mol CO2 əmələ gəldiyini də müşahidə elədik. Demək, doğru cavabımız nə oldu? 2, 3, C bəndi. 31-i özünüz yazırsınız. 32-yə baxaq. Bunun yarısı bu tərəfdə, yarısı o tərəfdədir. Ona görə 33-ü mən izah edeyim, tam görə biləsiniz deyə belə rahat. Nə verilib? 22 qram C3H8 verilib, yanarkən CO2 və H2O əmələ gəlir. Baxın, yandırırıq C3H8-i. Bunun üçün üzərinə oksigen gəlməliyik. Alındı sağda CO2 və H2O. Reaksiya tənliyini bərabərləşdirək. Solda bizim 3 karbonumuz var. Gətirək, sağa 3 yazaq qarşıya. Hidrogenimizin sayı 8-dir, bura 4 yazaq. Onda 3 vur 2, 6 oksigen burada, 4 vur 1, 4 oksigen burada. Cəmi oldu 10 oksigen. Bu hissəni 10-a gətirmək üçün 5-ə vurmaq lazımdır. Reaksiya tənliyimiz bərabərdir. Deyir 22 qram C3H8-dən. İndi qrafiklərin hansı doğrudur deyir. Birinci CO2-nin mol miqdarını tapaq. Görək CO2 nə qədər alınıb? X mol. Burada C3H8-in molyar kütləsi 44-dür. Uyğun gələcək mol dediyinə görə 3. 22-yə X, 44-ə 3. X-i tapdığımız zaman nə oldu? 22 vur 3 böl 44. 22 ilə 44 ixtisar getdi 2. Buradan cavabı tapdıq 1,5. Amma bizə nə verib? Deyir ki, 3 mol CO2 alınıb. Demək ki, bu 1 yanlışdır. 1,5 olmalıydı orada. İkinci tənasübümüzü qururuq. İkincidə C3H8 idi bu. Demək, yenə 22 yazdım bura. Suyun kütləsini soruşur. Bilmirəm, M qram. Aşağıya düşəcək 4 vur 18. Yəni M-i tapanda nə olur? 22 vur 4 vur 18 böl 44. 22 ilə 44 ixtisar getdi 2. 2 ilə 4 ixtisar getdi 2. 2-ni də 18-ə vuranda oldu 36. Görürəm ki, bu qrafik uyğun gəldi. Əvvəl yox idi suyum. Sonra alındı, özdə 36 qram alındı. Növbəti tənasübümüzü quraq. Yenə 22-ni yazıram. Niyə silərəm hər dəfə? Deyir ki, sərf olunan oksigenin həzmi. Baxın, oksigen müəyyən bir nöqtədən başlayıb aşağı düşüb. Baxaq görək nə qədər sərf olunub. Bir V yazıram. Aşağıya düşür. 5 vur 22-dən onda 4. Axı həcm deyir mənə. V-ni tapanda 22 vur 5 vur 22 onda 4 böl 44. Bu 22 ilə 44 ixtisar getdi 2. 2 ilə 22 tam onda 4 ixtisar getdi 11 tam onda 2.
11,2'ni də 5'e vuranda oldu. Cevabım 56. Demek ki bakın bu da doğrudur. 2, 3 doğru cevabımız oldu. O da Y bəndidir. 34'ü mən izah edirəm. 35'i özünüz yazarsınız. 1 mol deyil X2 bəsit maddəsi 3 mol hidrogen ilə birləşdi və 2 mol Y əmələ gəldi. Y-in formulunu tapmalıyıq. Digərində də Z-in formulunu tapmalıyıq. Biz baxırıq ki, bizim Y-imizin tərkibi bilmirik də nədən ibarətdir. Burada tam belə deyək ki, elementlər verir. Ona görə ikincidən istifadə edeyim. 2 mol Y 1,5 mol oksigenlə reaksiyaya daxil oldu. Alındı 1 mol azot və 3 mol Z. Baxın, indi bizim solda nəyimiz var? Y və Z-in bir formullarını tapın. Belə deyək. Demək, burada bizim Y-imizin tərkibində X, H3 kimi götürməliyik. Burada da olmalıdır. Əgər XH3 yazmışıqsa Y-in yerinə XH3 yazdıqsa gətirib. Baxıram ki, solda mənim 2X-im var. Hidrogenim 6'dır. Azotum demək ki, bu birsiz hansı birləşməymiş. Bu NH3'dür da. XH3 veribsə, burada H2O2 uyğun gəlməz. Bunlar uyğun gəlməz. NH3 elə birbaşa NH3 yazaq. NH3 yazandan sonra artıq rahat olacaq Z-i tapmaq. Baxıram ki, solda 2 azotum var. Sağda da 2 azotum var. Demək, Z-imin tərkibində azot yoxdur. Sonra solda 2 vur 3, 6 hidrogenim var. Burada da 6 hidrogen olmalıdır. Mən 3'ü neçəyə vursam 6 olar. 2'ye vursam. Demək, bunun tərkibində 2 dənə hidrogen var. Oksigen sayı solda 1,5 vur 2, 3 dənədir. Sağda da baxın, Z-in içərisində oksigen var. Amma qarşıda 3 var. Nəyi 3'e vursam 3 eləyər? 1'i. Demək, burada da birləşməmiz oldu H2O şəklində. Yazdıq. Y bəndi. Gəlin, bu biraz qarışıq kimi oldu. 35'də mən izah edeyim. Demək, 1 mol X-dir. Bunun üzərinə 1 mol hidrogen gəlmişik və alınıb Y. Baxın, Y-imizin içərisində nə var? 1 molda. Y-imizin içərisində X var, bir də 2 dənə hidrogen var. Demək, XH2 şəklində olmalıdır. İndi bura hansı uyğun gəlir? Bu uyğun gəlir, bu uyğun gəlir, bu uyğun gəlir. Hamısı demək olur uyğun gəlir. Yaxşı, bu bir tərəfə baxaq. XH2 deyəndə, daha doğrusu bir A uyğun gəlməz burada. SO2'dir, bu getdi. XH2 deyəndə bu 4'ü uyğun gələrdi. Amma H2O da ola bilər, məsəl üçün. H2S də ola bilər. Baxaq görək, ikincidə nə deyir? 2 mol Y üzərinə oksigen gəldi və buradan alındı 2S, üstə gəl 2 mol Z. Baxın, demək ki, mənim buradakı Y və Z-i tapanda XH2 götürmüşəmsə, tutaq ki, XH2 yazmış olsaydım bura, XH2-ni H2O kimi yazsam, tutaq ki, baxın. H2O yazsam, O2 gəlsəm üzərinə, axı buradan S ala bilmərəm. Ona görə demək ki, mənim maddəm nəymiş? H2O-ları çıxaram, H2S imiş. H2S yazanda, baxın indi, 2, üstə gəl O2, alındı 2S, üstə gəl 2Z. İndi tapa bilərik. Axı burada kükürt var, burada da kükürt var. Baxın, bayaqçından mən bunu ala bilməzdim. Axı burada Z yox idi, H2O, O2. Yəni S yox idi, axı ona görə çıxdıq. Gəldik bura. Solda mənim 4 hidrogenim var. Sağda isə hidrogeni görmürəm. Demək, Z-in tərkibindədir. İndi mən 2'ni, hidrogeni neçə yazsam, o rəqəmə vuranda 4 eləyəcək. Əlbəttə ki, 2 yazmalıyım. H2. Kükürdümün sayı solda 2'dir. 2 vur 1. Baxın, sağda da 2'dir. Demək, Z-in tərkibində kükürt yoxdur. Oksigenə baxıram. Oksigenə 1 mol vermişdir. Solda 2 dənə oksigen var. Yaxşı. Sağda nə qədər olmalıdır? 2 dənə. Mən burada O yazsam, həqiqətən də qarşıdakı 2'ni də buradakı 1'ə vursam, 2 dənə oksigen olacaq sağda. Demək ki, bizim birləşməmiz nə oldu? Z-imiz H2O oldu. H2S və H2O, o da C bəndində öz əksini tapdı. Növbəti suala baxaq. Burada 36'nı mən izah edirəm, 37'ni siz yazarsınız. Baxın, C4H2'dir. Yanması deyək. Yandırdığımız zaman buradan alınmalıdır karbon qazı, bir də su. Bu da CH12'dir.
1 mol yandı. Yanan zaman alınmalıdır CO2, bir də H2O. Mən buradan baxıram ki, 4 karbonum var, bura 4 yazmalıyım. Hidrogenimin sayısı x-dir. Bura nə yazmalıyım? X böl 2 məsəl üçün yaza bilərəm. Ki, buradakı 2-yə vuranda x-ə çevrilsin. Burada y-dir karbonumun sayı. Hidrogenimin sayı nə qədərdir? 12. Sağda 6 yazmalıyım ki, 6-nı 2-yə vuranda 12 olsun. İndi baxaq. Deyir ki, CO2'mizin sayı 9'dur. Burada 4, burada y. 4 ilə y-i cəmlədiyim zaman mənə 9 verdi. Deyim, y-im nəymiş? 5. Burada y-in yerinə 5 olmalıdır. Bu C5, H12'ymiş. İndi bura baxıram. Bu hissədə də, baxın, ümumi mənim suyumun mol miqdarı, suyumun miqdarı nə qədər olmalıydı? 10 mol. Demək, x böl 2'nin üzərinə 6 gəlsəm, nə olacaq? 10. Bu da x böl 2 bərabərdir 4'ə. X'i taparam nə? 8. Demək, birləşməm oldu. C4 H8. X'in yerinə də 8 yazdıq. 5 oldu mənim nəyim? Y-im. 8 də oldu mənim x'im. 8, 5, D bəndində öz əksini tapdı. 37-ni özünüz işləyirsiniz. 38'ə baxaq. Nə deyir? Deyir ki, 2NO verilib. Üzərinə oksigen gəldik. Alında 2NO2. Mənə deyir, reaksiya daxil olan maddələrin ilk mol miqdarları. Bu A'dır. Bu B'dir. Alınmış qaz qarşısının orta molyar kütləsi 40'dır. Və NO deyir, tamamilə sərf olunarsa. B böl A-nı tapın. NO tamamilə sərf olunubsa, mən NO-nun miqdarına görə oksigenin nə qədərinin sərf olunduğunu tapa bilərəm. Həmçinin NO2-nin nə qədər alındığını da tapa bilərəm. Məndən soruşur ki, mənə deyir ki, alınan qaz qarşılığının orta molyar kütləsi 40'dır. Mən bilirəm ki, sonda nə alınıb? NO tamamilə sərf olunubsa, alınıb NO2. Baxaq görə NO2 nə qədər alınıb? X yazıram. Bura 2 mola uyğun gələcək X. 2, daha doğrusu X A tapdım. İkilərim ixtisar gedəndə. X NO2 var sonda. X mol. İndi gəlirəm bura. Baxaq görüm mənim oksigenim nə qədər sərf olunub. A'ya bilmirəm nə qədər uyğun gəlmişdi. 2'yə də 1 uyğun gəlmişdi. Mən buradan nə tapdım? Tapdım ki 0,5 A sərf olundu oksigen. Oksigen əvvəl nə qədər idi? B qədər idi. Onun 0,5 A sərf olunandan sonra qaldı yerdə oksigenim 0,B çıxılsın 0,5 A. Demək, reaksiyanın sonunda mən də B çıxılsın 0,5 A qədər X'i mən A tapmışam da, buradan da O2 var və buradan X'i A tapdıq. A qədərdir, A molunda NO2 var. Baxın, bunun demək orta molyar kütləsi 40'a bərabərdir. Düsturumuz necə idi? Nü1 M1 + Nü2 M2 bölünsün Nü1 + Nü2 bərabərdir nəyə? M ortaya. Buradan 46'nı vururam A'ya. 46 A. Üzərinə gəlirəm bu hissənin. Nə oldu? Demək, 32 vur B çıxılsın 0,5'i 32'ye vuranda 16 çıxılsın 16A. Böl cəmi, yəni A üstə gəl B çıxılsın 0,5A bərabər oldu 40'a. Buradan hesablayaq. 30A üstə gəl 32B böl A üstə gəl 0,5A üstə gəl B bərabərdir 40'a. İndi 30A üstə gəl 32B bərabər olacaq 40'a 2'də 1 A'ya vuranda 20A. Üzərinə də gəldim nə? 40B. Buradan 10A bərabər olar 8B'yə. Burada da ixtisar getsə 5, 4 ixtisar getsə 2. Bir də deyək 2, 4. 1,25 A'mız bərabər olar B'yə. Mənə də deyir ki, B'ni A'ya böl. B'nin yerinə nə yazıram? 1,25 A. Onu da A'ya böləndə nə? 1,25 A'nı da A'ya böləndə cavabı nə tapdım? 1,25. Doğru cavabımız oldu. Harada? B bəndində. 39. Rahatda 2 litr hidrogeni tam yandırmaq üçün neçə litr oksigen sərf olunur? 40'ı izah eləmişəm. Bayaq bu tipdə məsələ işləmişik.
41'e baxaq. Nə deyir? Deyir ki, hidrogen üzərinə oksigen gəliblər. Alınıb H2O bura görə. Və 40 milli oksigen artıq qalıb. Sonda 40 milli oksigenim var. 40 milli də hidrogenim reaksiyaya girib. Baxın, 40 milli hidrogen girdi. Sonda hidrogen görmədim. Demək, tamamilə sərf olunub. Reaksiya tənlimimizi bərabərləşdiririk. 40 milli aşağıya 2 düşdü. Burada bilmirəm oksigen nə qədər sərf olunub. Burada 1 düşür. Həcmlər deyəndə mollar kimi yazdım bu dəfə. Baxın burada. Demək, neyinirik? Tənasibi qurduq. 40-a x-dir, 2-yə 1. X-i buradan tapdıq 20. Oksigen nə qədər sərf olundu? 20 milli. 20 milli oksigen sərf olunub. 40 milli oksigen artıq qalıb. Əvvəl 60 milli oksigenim var idi. Mənə də deyir, reaksiyadan əvvəlki qaz qarışığında oksigenin mol payını tapın. Elə burada həcmlərlə bağlı gedib tapa bilərəm. Faizini tapacam da onsuz da. Baxın, 40 milli vermişdi hidrogen. 60 milli də oksigen var. Burada mol payı deyir, amma biz həcmdən gedə bilərik. Oksigen soruşur da. 60-ı bölək ümumi 100-ə, vuraq 100-ə. Bunlar da ixtisar gedəndə cavab tapdıq 60. Sonra burada baxın, bizə verilib nə? Azalanlara baxın. X azaldı. Sonra nə azaldı? Z azaldı. Bir də T azaldı. Demək, X üstə gəl, Y üstə gəl, T. Nə artdı bəs? Artanımıza fikir verək. Y artdı. Səhv yazdım. X azaldı, Z azaldı, T azaldı deyirəm. X, Y, T yazıram. Demək, X-imiz azaldı. Z-imiz azaldı. T-imiz azaldı. Artanımız nə oldu? Y yazdıq. Sonra baxıram. X 12-dən gəldi, hara düşdü? 10-a. Demək, 2 sərf olundu. Burada molun, yəni molunu 2 yazacağım qarşısına. Z-im 12-dən gəldi, 4-ə düşdü, 8 yazıram. T 6-dan gəldi, 2-yə düşdü, 4 yazıram. Y isə gəldi, 8-də dayandı. Baxın, indi deyir, reaksiyanın qrafikinə əsasən 9 mol Y2 maddəsi alındıqda neçə mol Z sərf olunur? Yazım. 9 mol Y alınanda neçə mol Z sərf olunur bilmirəm. Amma mol dediyinə görə 1 mol düşməlidir aşağıya. Əmsala vururam 8. Burada da 8. X-ə 9, 8-i 8. 8 ilə ixtisar gedəndə X-i tapmış oldum 9. 43-cü məsələyə mən izah verirəm. 44-ü siz sərbəst şəkildə işləyirsiniz. X, Y 3. Halında X2, 3, Y2. X, Y3-ün ilkin həcmi 80-dir. Baxın, bunun ilkin həcmi 80-dir. Reaksiyadan sonra qaz qarışığının həcmi 112 olub. Və deyir, neçə faiz X, Y3 parçalanmışdır. Gəlin belə baxaq. Burada 80 idi, 112-yə getdi. Nə qədər artım var? 32 artım var. Burada 2 idi. Əmsal cəmi 4-ə getdi. Baxın, 2-dən 4-ə getdi. 2 artım var. Mən baxım görüm. Bu 32 artım olanda nə qədər X, Y3 sərf olunub? Bilmirəm. Bir X yazmayaq da A yazaq. 2 artım olanda isə, baxın, 2 yazıram bura. Sonra neyinirik? Buradan demək. Taparam ki, nə qədər sərf olundu. İkilərimiz ixtisar gedəndə oldu elə 32. Demək ki, 32 sərf olundu. Məndən nə soruşur? Neçə faizi parçalanmışdır? 80 idi, 32-si parçalandı. Onda 32 bilmirəm neçə faizdir. 80-im isə 100 faizdir. Buna bir B yazım. Buradan da tapanda nə olacaq? Və yaxud da ki, belə də yaza bilərik. 32 80 neçə faizini təşkil edir deyəndə 32-ni 80-ə bölüb 100-ə vurmalıyıq. İxtisar getdi 4. Sıfırlar ixtisar getdi. Oldu 40. Neçə faizi parçalanmışdır deyəndə 40 faizi parçalanıb. Sonra burada 44-ü özünüz işləyirsiniz. 45-i məndən birlikdə baxaq. CO-muz və CO2-miz var. Biz onların molunu bilmirik nə qədərdir. Birini X qəbul edək, birini Y. Onda burada X vurulsun 1, yəni X qədər oksigen. Burada 2 vurulsun Y, 2Y qədər oksigen atomu olar.
başlanğıcda bizim x üstəgəl 2 vurulsun y qədər oksigen atomumuz var. İndi reaksiyadan sonra, reaksiya zamanı nə baş verməlidir? Əlbəttə ki, CO yanacaq. CO yandı, CO2-ni əmələ gətirdi. Tapaq görək, oksigen də tam sərf olunub. Burada 2 yazsam, nə qədər götürmüşdük əvvəl CO-nun molunu? X. Görək nə qədər CO2 alınır. X mol CO sərf olunanda. Bir A yazıram. 2, bura 2. A-nı nə tapdım? X. Demək ki, reaksiyam getdikdən sonra X mol CO2 alındı və əvvəldən reaksiyaya daxil olmayan Y molda CO2 var idi. Reaksiyanın sonunda nə qədər oksigen atomum oldu? Baxın, 2 vur X üstəgəl 2 vur Y qədər. Və mənə deyir ki, tam yanma nəticəsində qarşıdakı oksigen atomlarının sayı 1,6 dəfə artıb. Demək ki, mənim sondakı atom sayım, oksigen atomlarının sayı əvvəlkindən 1,6 dəfə çoxdur. Onda əvvəlkini 1,6-ya vuranda taparam sonda olan oksigen atomlarının sayını. Bu isə oldu 1,6x, üzərinə gəldim 3,2y, bərabərdir 2x üstəgəl 2y, 0,4x, burada oldu 1,2y, x də bərabərdir 3y. İndi bizə nə deyir? İlkin qarışıqda CO2-nin mol payını tapın. İlkin qarışıqda fikir verək. CO2-miz y idi. CO-muz nə qədərdir? X. X-in yerinə 3y yazıram. Məndən soruşur ki, ilkin qarşıda CO2 mol payı nə qədərdir? CO2 nə qədər idi? Y. Y-i bölürəm ümumi 3y üstəgəl y-in cəminə, yəni 4y. Vururam 100-ə. Buradan da y-lər ixtisar gedər. Cavabı 25 taparım.